Ona görə mən də sizə lətifədə danışdım və üzümüzdə gülüş də yarandı. Yəni Dəçmən burada danışmaq olmaz. Sonra deyərəm. bir şey ki, bir əsəbilik ki, ləvəngi plovla düzəlir. Daha sizin nə dərdiniz var ki? Çünki bu dərman gətirən adam özü həkim deyil, özü farmakoloq deyil. Hansısa biznesmendik, açıbdı, şirkət açıbdı, həkimin üzünü ağardan dərmanlardır. Bəxtdir, qismətdir, taledir, bunlar boş şeylərdir. Amma yəni bu şəkildə eybəcər şəkildə qurulub. Bizdə dərmanla bağlı həqiqi problem yaşayırıq. Düşüncə tərzindədir. Bankrot olan adamlar depressiyaya düşür. Bankrot olduqdan sonra yox məni və düşünürlər, bilsən nə düşünürlər? Mən uşaqların üzünə nə cür baxacam? Və ona görə özünə hörmət eləyən həkimlər bu işə getmədilər. Suya düşən adam suya düşdüyü üçün ölmür. Sudan çıxa bilmədiyi üçün ölür. Bizdə bu dəqiqə dərmanların keyfiyyətləri ilə bağlı həqiqi ciddi problem yaşayırıq. Ətrafınızdakılar həmişə sizi sevsin.